Çəpərdən boylan, qızlar səni görsün, dərdindən ölsün. Anaya da, bacıya da, qardaşı da açıqca sorursan. Varabskoydan bu hər kəs sözünü açıb çatdı. Tupoy yığını, mal xəbər saytı bunu yazan. Buna pozadır. Kim varsa sizin əbəcdadınızı. Salam dəyərli dostlar, xoş gördük. Paylaşımlara keçməmişdən öncə istəyirəm diqqətinizə bir şey çatdırım. Aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Biz sizin üçün Çindən, zavoddan, fabrikdən istədiyiniz malı topdan və ya tək-tək alıb gətirə bilərik. Rusiyaya da çatdırılma eləyirik. Sadəcə aşağıdakı nömrəmlə əlaqə saxlayın, kifayət eləyir. Əsas da gətirdiyimiz şeylər arasında ən çoxu elə avtomobillərdir. Deməli dostlar, keçək paylaşımlara, görək nə var nə yox. Başlayırıq Musa Tərhanə cütlüyündən. Ay Musa oğlan, çəpərdən boylan, qızlar səni görsün, dərdindən ölsün. İstəmirəm, elə bir dənə səni sevirəm. Sən mənim üçün varsan, hər şey bəs eləyir. İstəmirsən? Heç məni istəmirsən? İstəyirsən? Buradan biraz gəl o anda istəyirəm demə də. Senin Televiziyadır. Burada çıxıblar, teatr göstərir, neysə eləyirlər. Sadəcə insanlarda o qədər qıcıq yaradıblar ki, hərəkətləri ilə. Bu da təbii ki, içimə qarşı hamıya qıcıq gəlir. Yəni, nə olsun show biznesdəsən, nə olsun, nə bilim, filan qədər adam səni tanıyır, müğənnisən. İnsan öz özəlini kənara çıxartmaz, tamaşaçıya təqdim eləməz. O qədər belə şeylərlə gündəmə gələ bilər ki, adicə belə bir şey eləyəndə də bambalı kimi görsənirlər kənardan. Başa düşürsünüz nə deməkdir bu? Şəxsən mən arvadı ilə media qabağında belə hərəkətlər eləyən kişiyə kişi kimi baxmıram. Mujutskoy həyatda, mujutskoy həyatda, kişi həyatında. Anaya da, bacıya da, qardaşı da açıqca sorursan. Varabskoydan bu hər kəs sözünü açıb çatdı. Deyirlər, Varabskoyda hər kəs sözünü açıb. O aləmdən xahiş edirəm. Bu qaqaşa başa salın ki, yəni bu nə demək istəyir ki? Yəni deyir, mujskoy, yəni kişi aləmində anaya, bacıya cavabdehliyi var, amma Varabskoy aləmində cavabdehliyi yoxdur. İndi Varabskoy aləm başa düşmədim. Sən nə demək istəyirsən ki? Yəni binamız satdılar, ancaq özlərinə cavabdehliyi daşıyırlar, ana bacıya cavabdehliyi deyirlər. Nə demək istəyirsən ki sən? Bir dənə bunu başa salın da, gərək açıq-aşkar deyim. Deyin ki, bu nədir danışırsan? Nigahdan kənar eşq istəyirəm. Mənə qadın olduğumu hiss etdirsin. Müğənnidən şok etiraf. Müğənni Lətifə Soyuöz. Həmişə mən Soyuözü oxuyanda biraz pağlıma başqa şeylər gəlir. Neyse. İkinci dəfə ailə qurmaq istəyir. Yuxarıda yazılan nədir? Aşağıda yazılan nədir? Ay xəbər saytı, ay xiyar. Nigahdan kənar eşq istəyirsə, ikinci dəfə ailə qurmaq nədir? Nigahdan kənar eşq ailə sayılmır axı. Tupoy yığını, mal xəbər saytı bunu yazan. Bu qız paylaşıb ki, sən nə gündəsən, eybəcərsən filan, buna yazanlar deyə bilmirlər. Yəni buna eybəcər olduğunu deyə bilmirlər. Çox gözəldir dediyinə görə. Axırda da buna pozğun deyirlər, sortun qırılsın deyirlər. Bu pozada nə desinlər sənə, ay xanım? Buna pozadır. Maşdağada bir sayılı uşaq evinin Novruz şənliyinə çağırılan müğənni. Mən çox görmüşəm məktəblərə, ya yaxud balaca uşaqlar üçün hansısa tədbirə, indi uşaq evinə, bu uşaqlar indi atasız, anasızdırsa, siz bunları zibil gününə qoymalısınız. Bu nədir? Bu nə müğənnidir çağırırsınız ora? Yəni bu tip insanları siz niyə uşaqlara təqdim edirsiniz? Sizin məqsədiniz nədir? Sizin məqsədinizə tüpürüm. Siz Azərbaycanın gələcəyinin nə olmağını istəyirsiniz? Ümumiyyətlə kim nəzarət edir belə şeylərə? Yəni, körpə uşaqların beyinlərinin pozulmasına şərait yaradan kim varsa sizin əbəcdadınızı, ən əsas yerimdə ona görə özümü saxlaya bilmirəm. Niyə bu tipləri uşaqlara təqdim edirsiniz? Onsuz da sosial media dövrüdür. Uşaqlar onsuz da bunu görürlər məcburiyyətdən. Maksimum çalışırıq ki, görməsinlər. Amma siz canlı-canlı gözlərinə soxursunuz. Başqa müğənni mi yox idi? Yəni, başqa bir kişi müğənni tapa bilmədinizmi? Sizin varidatınızı. Neyse dostlar, çox əsəbləşdim. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik. Hələlik.